Həftədə bir dəfə bu peeling eləsəz, artıq saçlarınızı yerdə yox, başınızda görəcəksiniz. Saçlarınız 1 aya 2 sm yox, 4 sm uzanacaq. Tökülməsi dayanacaq. Kəpək və qaşınmadan da azad olacaqsınız. Bunun üçün bir dolu xörək qaşığı sodaya, yarım çay qaşığı nanə cövhəri suyunu, rus dilində nastoyka periçnə myata aptekdə satılır və 2 dolu pipetka biberiya yağı, rozmarin yağı yəni. Bəzi rozmarin yağların tərkibində saçları ağardan maddələr olur. Ancaq bu yağı 2 ildir istifadə edirəm və heç bir mənfi təsir görmürəm. Əksinə saçlar daha tez uzanır və parlaq canlı görünür. Ona görə sizə bu yağı tövsiyə edirəm. Linkini mütləq storydə paylaşacağam. Həm də ki bu yağın tərkibində saçların uzanmasına kömək edən bir maddə də var. Bu biotin kompleksdir. Biberiya yağı və biotin kompleks ikisi bir yerdə çox effektivdir. Saçınızı bir dəfə şampunla yuyandan sonra bu peelingi baş dərinizə masaj hərəkətlərlə yeridin. Elə hiss yaranacaq ki, başınızı xaladelnikə salmısınız. Bu normaldır. Başınızda bunu 15 dəqiqə saxlayıb şampunla yuyun. Bu peeling baş dərinizi ölü hüceyrələrdən azad edərək nanə cövhərin və rozmarin yağın dərinizin alt qatlarına yeridilməsinə kömək edəcək. Yoxlayın və bir aydan sonra rəyinizi videonun altında gözləyirəm.